Salam, hər vaxtınız xeyir olsun. Bu günlərə 10-cu sinifin OTK buraxılışının izah edəcəyik. 10-cu sinif üçün deməli diqqət yetirək. 31-ci sualda qeyd olunur ki, iki paralel düz xətt 3-cü düz xəttlə kəsilməsindən alınan uyğun bucaqlar, yəni bir-birinə bərabər olan bucaqlar alfa bərabərdir betaya. Daxili çarpaz bucaqlar bunlar da özlərində bir-birinə bərabərdir. Qamma bərabərdir fiyə. Bu fi hərfidir. İşarə olunur və burada alfa betaya bərabər olduğu üçün nisbəti nə eləyəcək? 1 eləyəcək. 3 üstə gəlsin. Fi də qammaya bərabər olduğu üçün ixtisar edirik. 2-də 1. 3 tam 2-də 1 D variantı. Növbəti 32-ci sualda A B-dən fərqlidir. Burada yaxşı düşməyib. A B-dən fərqlidir ona görə yazıblar ki, məxrəcimiz 0 olmur da, yəni ki, onu demək istəyir. Burada diqqət yetirirsiniz. Əksidir. Bundan əvvəlki 11-ci sinif buraxılışında izah elədik ki, əksi olub ixtisar edəndə yerində nə qalır? Mənfi 1 qalır. Burada amma üssü təkdir. Yəni ki, yerini dəyişdirəndə bunun qarşı mənfi gəlir. Yadınızda qalsın. Amma burada yerin dəyişmək olar. Üstü cütdür deyə. Bunlar ixtisar edir, yerində 1 qalır. Olur mənfi 1 çıx 1. İşarələr eyni olduğuna görə toplanır. Olur mənfi 2 E variantı. 33-cü sualda hasili m kvadrat olan iki müsbət ədədin cəminin ən kiçik qiymətini tapın. Deməli, hasili m kvadrat olan iki müsbət ədədin cəminin ən kiçik qiyməti. Düşünək ki, biri mənfi m'dir, biri də mənfi m'dir. Bunların hasilinin iki müsbət ədəddir. Müsbət ədəddirsə mənfi olmayacaq. Hasili m kvadratı olan. Düşünək ki, burada x1 vurulsun x2 bərabərdir m kvadratıdır. x1 plus x2-ni istəyir bizdən. Deməli, burada a plus b deyirik. x1 plus x2-nin cəmi, deməli, kök altında bir bərabərsizliyimiz var idi. Böyük bərabəri 2 vurulsun x1, x2. Belə bir bərabərsizlik var. Bu bərabərsizliyin də cavabı buradan alınır ki, yəni, sonra burada izah edeyim. x1 plus x2'nin kvadratı bərabərdir x1 kvadrat üzəri x2 kvadratı plus 2ab'dən. Oradan yaranan bir şeydir. Koş bərabərsizliyi deyirlər. Sadəcə cavabları şahidlər yoxlasın. Ona aid izah paylaşılacaq o həmin bu düsturda niyə görə x1 plus x2 2 kök altında x1 x2'dən böyükdür deyə. İndi biz burada hasilimiz nədir? M kvadratıdır. Olur kök altında m kvadratı müsbət olduğuna görə modul m'dir və modul m burada müsbət olduğuna görə olduğu kimi çıxacaq. Yəni 2m olacaq. Deməli, ən kiçik qiyməti x1 plus x2 böyük bərabər olduğu 2m-lə və ən kiçiyini istəyir deyə olacaq 2m. Növbəti suala keçək. 33-dir, 34. Ən kiçik 3 rəqəmli tək ədəd. Deməli, 1 ilə başlayır, sonra 0-la. 0-la başlaya bilməzdir ümumiyyətlə ədədlər. Tək ədəd deyir. Ona görə 102 yox, 103 eləyəcək. Tək natural ədəd ən böyük 2 rəqəmli cüt. 98. Neçə vahid böyüdür? Çıxırıq. Eləyir neçə? 5. C variantı. 35-ci sualda ABCD kvadratı 25 kongruent kvadrata bölünmüşdür. Bu kvadratın neçə faizi ştrixlənməmişdir? 25 dənə. Baxırıq 1, 2, 3, 4, 5. Bu hissədə nədir? 5-dir. 25 dənə hissəyə bölünüb 25 100%-dir. Ştrixlənmiş isə deməli 5, 6, 7, 8, 9, 10, 11, 12, 13 və yaxud da bura 5-dir. Burada 5-dir. 10, 13. 13-ün də qarşısına x və yaxud da belə deyilə bilərsiniz. 13 böl 25 vur 100. Burada qalır 4 eləyir 52% D variantı. 36-da A kubumuz 5 olarsa, diqqət edirin. Buradakı A kvadratı və kubun yerini dəyişə bilərsiniz. A kubunun kvadratı yazmaq olar. Vurulsun A'sı 7, A'sı 4. A'sı 7 ilə A'sı 4 ixtisar eləyəndə A kubu qalır. Olur onda A kubun yerinə 5 yazırıq. Olur 5'in kvadratı. Artıq bunun yerinə 5 yazırıq. Deməli 5'in kvadratı vurulsun 5. Çünki A kubumuz 5'dir. Olur 5'in kubu, yəni 125. 37-ci suala baxaq. P parametrin hansı qiymətində tənliyin köklərindən biri 2 deyirsə, aparıb qoyuruq yerinə, x-in yerinə. Olur 2'nin kvadratı minus 2p plus 6 bərabərdir 0.
Mənfi 2p bərabərdir. Bu eləyir 4 üstəgəl 6 10. Digər tərəfə keçir mənfi 10. P bərabərdir 5-ə. Olacaq B variantı. 38-ci sualda ifadəsinin vuruqlarını müəyyən edin deyir. Bunu açışın yazırıq. 2b minus c və 2b plus c. 2b plus c-ni çıxardırıq mötərizə xaricinə. Olur a. Burada qalır a. Burada qalır 2b minus c. Və 2b plus c-miz var. Müəyyən elədik. 2b deməli bu yox. 2b plus a minus c. 2 ilə 3 B variantı. 39-cu suala baxırıq. Mərkəzi O nöqtəsində olan çevrədə eyni qövsə söykənən AOB mərkəzi bucağı və AMB daxilə çevrilir. Baxın, bu güvəndə var idi kitabda. Buraya yazırıq AOB mərkəzi bucağı və eyni qövsə söykənən mərkəzi və daxili bucaqlar arasındakı əlaqə odur ki, mərkəzi bucağın yarısına bərabərdir. Buranı 2 alfa eləyəndə bura olur nə? Alfa yarısına bərabər. Oldu 3 alfa bərabərdir 75. Alfa da bərabərdir 25 dərəcə. Həmin qövsə söykənən ANB daxilə çəkilmiş bucağını tapın. Həmin qövsə deyirsə, yəni bura neçə eləyir? 50 dərəcə eləyir. Qövs nə olur? 50 dərəcə. ANB daxilə çəkilmiş bucaqdırsa, onsuz da 50-nin yarısı olacaq. Yəni ANB ilə eyni dərəcəyə malik olacaq. Olacaq 25 dərəcə. Keçid eləyirik 40-cı suala. Düz bucaqlı üst bucaqda bucaq A-mız 50 dərəcə. Onda eləyir bura 40 dərəcə. BM bərabərdir CM-ə. Bu bərabərdir buna. Belənçinə olan halda bu median olur. Deməli, bizə istəyir CBM. CBM. Buranı istəyir. Bir-birinə bərabər olunduğuna görə burada nə olacaq? 40 dərəcə olacaq. Olacaq. A, B, bura yəqin ki C variantıdır. C variantı. 41-ci suala baxaq. 41-ci sualda 9 üstündə burada nədir bizcə dəqiqə? Deməli, burada 2 vurulsun. 3 üstü 30. Üstə gəlsin. 9 üstü 15 olmalıdır. Bu eləyəcək 3 üstü 2, 9 üçün kvadratda üstündə 15. Bu da bərabərdir 3 üstü 30-a. 3 üstü 30. Deməli, burada da yəqin ki vurulsun 21-dir. Bu da mənfi 3 üstündə 3, üstündə 10-dur. Bu eləyəcək cüddür deyə müsbətləşəcək. 3 üstü 10, 3 üstü 30 vuracaq da bir-birinə. 3 üstü 30-u çıxardacaq mötərizə xaricinə 2 üstə gəl 21. Buraya çıxacaq gələcək olacaq 23 A variantı. 42-ci sualda deməli bunu qarşı qədəd formasındadır. Düzgün olmayacaq 4-də 9. Bu da çıxacaq 3-də 2. Bunu da düzgün olmayana çevirəcək 8-də 27 mənfisi ilə bərabər. Olacaq mənfi 2-də 3. Oldu. 3-də 2 çıxılsın. Mənfi 2-də 3. Bərabərdir. 3-də 2 plus 2-də 3. Bu 1 tam 2-də 1 deməkdir. 3-də 2 ilə 1 tam 2-də 1-i toplayırıq. Orta məxrəcimiz 6-dır deyə bu vurulacaq 2-yə, bu vurulacaq 3-ə. Olacaq, deməli 1 tam 6-da 4 plus 3. 1 tam 6-da 7, yəni 2 tam 6-da 1. Bircə dəqiqə burada diqqətsizlik eləmişik. 2-də 3 çıxardıb. Burada da 3-də 2 yox, burada diqqətsizlik eləmişik. 2-də 3. Bu 2-də 3-dür. Diqqətsizlik olub, üzürlü sayın uşaqlar. Deməli, 2-də 3 çıxılsın. Mənfi 2-də 3. Burada səhvlik olub, ona görədir. Burada 3-də 2 yox, 2-də 3 olmalıdır. Bərabərdir. 2-də 3 üstəyənsin 2-də 3. Yəni 1,5 üzər 1,5 eləyir 3 E variantı. 43-cü suala baxaq. Sadə ədədlər çoxluğu A, cüt ədədlər çoxluğu B olarsa A kəsişmə B-ni tapın. Sadə ədədlər çoxluğundan deməli cüt olanlardan 2-dir sadəcə. Yerdə qalanları sadə ədədlərin yerdə qalanı təkdir. Cüt ədədlərlə onun ona görə deməli kəsişməsi sadəcə nə olacaq? Bir dənə 2 olacaq. 44-cü sualda cədvəldə verilənlərə əsasən n plus m-i tapın. Sıfırlarının sayı
7-dirsə, n bərabərdir 6-dır. Bircə dəqiqə 10 üssü 7. Sıfırların sayı 7-dənsə 7 dənə olmalıdır. Sonra burada sıfırların sayı bircə dəqiqə sadəcə PDF-də çox qarışıqdır. Burada 2m oxşuyur. 5 vurulsun 10 üssü 2m. 2m olsa əgər sıfırların sayı burada əgər 2m yox 2n olsa 2n deməli 12 bərabərdir m-ə, m bərabər 12, bunun cəmi 18. Burada biraz tərəddüd elədim, çünki dəqiq görsənmir. N-ə də oxşayır, m ola bilməz onsuz da, çünki sıfırların sayı ilə m-i 2m m-ə bərabər götürmək düzgün alınmayacaq. 45-ci sualda ifadəsinin qiymətini tapın deyir. Bu 9-da a eləyir. Tərsinə çevrilir, a-da 9 eləyir. Bu b-də 9 eləyir. Bərabərdir 6-da 45-ə. Deməli, bunu ixtisar aparsaq, 3-ə ixtisar gedir də 15-də 2. 2-də 15. Və bunu da orta məxrəcə gətirsə, AB 9A, bu B-yə vuracaq. 9A üstəgəl 9B. Bərabərdir 2-də 15. 9-u mötərizə xaricinə çıxarsaq, A plus B, AB bərabərdir 2-də 15. Bizə də deməli, A plus B böl AB-ni tapmaq istəsək, 9 vurulacaq 2-yə. Olacaq 15 bölünsün 18. Çarpaz vurulandır. Bunu da 15'i vurmuruq. Bunu da ixtisar aparanda 3'ə edir 6'da 5. Bizə də bunun tərsini istəyir. 5'də 6. Yəni 1,2. 46-cı sualda düzbucaqlı üçbucağında bucaq C 90 dərəcə. Düzbucaqlı üçbucaq çəkək. Bucaq C 90 dərəcə. Bura A olsun, bura B olsun. Tangens nədir? Qarşı katet bölü hipotenüs. Bu %75'dir. İxtisar edir 25'e edir 4'də 3. Qarşı katet böl bitişik katet. 3K böl 4K. Sinus bucaq A bərabər plus kosinus bucaq A'nın ifadəsinin qiyməti. Deməli 3 4 işarə eləyir. Bura olacaq nə? 5. Burada alfa işarə eləyir. Sinus bucaq A nə eləyəcək? 3 böl 5 üstəyə kosinus nə olacaq? 4 böl 5. Bu da eləyəcək 7 böl 5. Yəni 1,10 4 olacaq cavabımız. 47-ci sualda bundan 11-ci sinifə də düşmüşdü. Deməli, A sıfırdan kiçilsə mənfi A çıxacaq. 2A'nı mənfi A'ya böləndə mənfi 2 eləyir. B amma müsbətdir. Olduğu kimi çıxacaq 5B'ni B'yə böləndə 5 eləyəcək. Burada da A çıx B'dir. A çıx B kiçikdən böyüyə çıxıb. Yerin dəyişdirməliyik. B çıx A. B çıxanı B çıx A'ya böləndə 1 qalır. Çıx 1 bərabərdir. Mənfi 3 bunları topladım işarələyin. Üstə gəlir 5. Elir neçə? 2. 48-ci sualda böyük oturacağı 14 olan trapesiyanın trapesiya çəkirik. Böyük oturacağı 14. Orta xəttinin diaqonalları arasında. Baxın, orta xətti çəkirik. Bir də diaqonallar arasında. Qalan hissə 3'dür. Buranın x işarə eləsək, bu 3'ü necə tapırlar? Oturacaqları çıxırlar. Orta xətt oturacaqlar cəminin yarısıdır. Bu isə oturacaqları fərqinin yarısıdır. 14 minus x bərabər olur 6x də bərabər olur 8'ə. 49-cu sualda deməli düzbucaqlı üzərində tərəfinin uzunluğu 2 köşkdə 3 olan ABC kvadratı, tərəfinin uzunluğu 2 köşkdə 3 olan kvadrat qurulub. CAE 15 dərəcə olarsa CAE 15 dərəcə olarsa AF tərəfinin uzunluğunu tapın. Deməli, bu kvadratın diaqonalıdır bu hissəmiz bizim. Deməli, 15 dərəcə deyim. Bu da digərindən. Burada nə deyib? 45 dərəcədir. Çünki düzbucaqlının amma yox, düzbucağının diaqonalı bucağı yarıya bölmür. O kvadratdadır. Bizə dəqiqə buraya sox 2 köşkdə 3. Bizə nə istəyir? AF tərəfinin uzunluğu. ABYF düzbucaqlısı üzərində tərəfinin uzunluğu 2 köşkdə 3 olan kvadrat qurulmuşdur. Buraya yazır o 2 köşkdə 3. 15 dərəcə. 15 dərəcə burada 90 dərəcə.
və burada nədir? 45 dərəcədir. Bura 45 dərəcədir. Bura qalır nə? 30 dərəcə. Çünki baxın, burada düzbucaqlı üçbucaqdır bu hissə. Bu hissəmiz düzbucaqlı üçbucaqdır. Və 30 dərəcə, baxın bu hissəni çəkdim mən buranı. 30 dərəcə 2/3. Bizdən deməli nə istəyir? AF-in uzunluğunu istəyir. Ona görə də 30 dərəcənin qarşısındakı katet hipotenuzun yarısıdır. 4/3. Burada nə olacaq? 60 dərəcə. Bir dəqiqə. Burada bir dəqiqə 2/3 ümumisidir. 30 dərəcənin qarşısındakı katet hipotenuzun yarısıdır. Bir dəqiqə şəkil sadəcə silinib deyə müəyyən səhvliklər olur. Bunu da bu hissə ilə edirik. Bura 15 dərəcə. Deməli, bura 2/3 yazmışdı. Bura 60 dərəcə. 60 dərəcənin qarşısındakı digərin kökdə 3-dürsə, bura 2-dir. Burada neçədir? 4-dür. Daha sonra indi burada AF-in uzunluğunu istəyir bizdən. AF-in uzunluğunu istəyirsə 30 dərəcənin qarşısındakı deməli, bura 2/3-dür. Hipotenuzun yarısıdır. 60 dərəcənin qarşısındakı isə digərin kökdə 3 mislidir. Yəni 2/3-ün kökdə 3 mislidir. O da eləyəcək necə? 2/3-ün kökdə 3-ü eləyəcək 6. AF olacaq 6. 50-ci sualda 6-ya qalxısız bölünən. 6-ya qalxısız bölünəndirsə, son rəqəmi cüt olmalıdır. 4 rəqəmli ədədin 5-ə bölünməsinin alınan qalıq 3-dür. 5-ə böləndə qalıq 3 alınırsa, sonra ya 3-lə qurtarmadı, ya da 8-lə. 3-lə qutara bilməsi ki, dedik cütdür. B onda deməli nədir? 8-dir. Olur A, 4, A, 8. İndi 6-ya bölünməsi üçün 2-yə bölünməni yoxladıq. İndi 3-ə bölünməsini yoxlamalıyıq. Rəqəmləri cəmi 2A plus 12. Baxın, 12 3-ə bölünür, onsuz da 2A bölünməlidir. Bizə ən kiçiyini istəyir. A sıfırdan başlaya bilməz. A amma 3-ə bölünə olmalı. Çünki 2 bölünmürsə A bölünməlidir. 3-ə. Deməli, A-mız olacaq neçə? Olacaq A-mız 3. Sonra keçirik. Deməli, 51-ə. Deyir, tənliyin kökləri deməli A x kvadrat minus ax plus b tənliyin kökləri isə b çoxluğunun elementləridir. Deməli, bu çoxluğun orta elementi 2 olarsa, yəni hər ikisini 2 aiddir. 2-ni aparıb qoyuruq yerinə 4 minus 10 plus a bərabərdir 0-a. A bərabərdir 6-ya. Yazırıq yerinə x kvadrat minus 5x plus 6. Köklər nədir? 2 və 3-dür. X kvadratı minus 6x plus b yazırıq bərabərdir 0-a. Aparıb yazırıq yerinə yenə 2-ni 4 minus 12 plus b. B də bərabər olur 8-ə. 8 olanda x kvadratı minus 6x plus 8. Köklər nə olur? 4 və 2 olur. A var, B-ni istəyir. A-mız elədi. İndi bu 8, B 8 oldu. Bizə onu istəyir. B 8, A-mız da neçə? 6. Hasili nə eləyəcək? 48. 52-də Həsən ilə Yusufun yaşları 3-ün 4-ə nisbətdədir. 6 il sonra isə bu nisbət, baxın, Həsən, Yusuf. Yaşlar nədir? 3K, 4K'dır. 6 il sonra 3K üstə gəl 6, 4K plus 6. 6 il artacaq. Olacaq 5-in 4-ün 5-ə. Çarpaz vuruq 16K plus 24 bərabərdir 15K plus 30. K bərabərdir 6-ya. Həsənin indiki yaşı eləyəcək 18. 53-cü sualda məntəqələrində yaşayan əhalinin sayı cədvəldə verilmişdir. Əhalinin sayı dairəvi diaqramda təqdim olunarsa, A məntəqəsinə uyğun mərkəzi bucağın dərəcə ölçüsü. Bu 360 dərəcə olmalıdır. Bunları cəmləyirik. Bunları cəmləyəndə eləyir 4000. Bunları da cəmləyəndə 3200. Olur 7200. Deməli, 7200-ün qarşısına 360 dərəcə. A məntəqəsi 1800-dir. X. Bunlar ixtisara gedir. Burada 4 qalır. X də bərabər olur. 360-ı 4-ə bölür. 90 dərəcə olacaq. 54-cü sualda üçbucağın medianlar O nöqtəsində kesişir. Deməli, medianları çəkirik.
A, B və C. Bucaq A və bucaq B cəmi C-dir. Buranı alfa, beta işarələsi, alfa plus beta plus gamma. C-nə də gamma işarələsi. Cəm neçə olmalıdır? 180. Alfa ilə betanın cəmi qammaya bərabərdir. Gamma üstəgəl gamma bərabərdir 180 dərəcə. Olur 2 gamma bərabərdir 180 dərəcə. Gamma da bərabər olur 90 dərəcəyə. Deməli, bucaq C-miz nədir? 90 dərəcə. Bunun yerini dəyişək. Bucaq C, bu da B. Bura 90 dərəcədir. CO 6 olarsa, kəsmə hissəsində 2-nin 1-ə nisbətdə bölünür də. 6-dırsa, bura olacaq 3. 2-nin 1-ə nisbət. Və bu nədir? Hipotenuzda artıq. Bucaq C-nin qarşısında bucaq C 90 dərəcədir. 90 dərəcənin qarşısındakı hipotenuz olur. Deməli, median nə qədər oldu? Median oldu 9. Median hipotenuzun yarısı olur. Onda hipotenuz neçə eləyir? 18 eləyəcək. 55-ci suala baxaq. Mərkəzi O nöqtəsində olan çevrəyə A nöqtəsindən AB toxunanı və AF kəsəni çəkilmişdir. AB-ni verib 8, AY-ni verib 4 və çevrənin uzunluğunu bizdən istəyir. Deməli, A nöqtəsindən AB toxunanı və AF kəsəni çəkilmişdir. AB 8, çevrənin uzunluğu. Yəqin ki, bunu hər hansı bir şagird tamamlayıb, üçbucaq deyil. Və bura hissəyə kimi 8-dir. Onda yazır, 8-in kvadratı bərabərdir. Çöldəki vurulsun ümumi, yəni AF. Eləyir 64 bərabərdir. 4 vurulsun AF. AF bərabərdir 64-ü 4-ə bölü eləyir 16. Bu ümuminin bir hissəsi 4-dür deyə yerdə qalan nə eləyəcək? 12. Diametrimiz 12 deyə radius neçədir? 6-dır. 2 pi ilə də hesablayacaq və yaxud da pi ilə. Diametrimiz 12 də olur 12 pi. Cavabımız olacaq 12 pi. Ola bilər burada bəzi şeylər, misallarda uzunsuluq olar. Ona görə üzrlü sayın. Çünki suallar bəzilərində də yaxşı şəkildə düşməyib. Fikrim orada qaldı, tam olaraq açıq deyim. Yenə də suallar paylaşılacaq. Kanalda yəni sınaqlar olduqca paylaşılacaq. Dərs izahları yəni davamlı olaraq paylaşılacaq.